Salam benim kanalımın seyircileri. İlk olarak ev şəraitindən bütün Ağsu əhlinə, Ağsu cəmaatına minnətdarlığımı bildirirəm. 2-3 gün orada oldum. Taksi sürücüsündən tutmuş marketdə işləyən satıcıya kimi mehriban, gülər yüzlə, hətta kafedən qonaq eləməyə dəvət eləyənlər oldu. Allah canımıza dəyməsin. Bütün Azərbaycan bilir ki, Səməndər Rızayevin torpağı necə qonaqpərvərdir. Bu videonu çəkməkdə məqsədim nədir? Bizim hamımızın problemlərimiz var. Problemlərimizin cəmi 3 səbəbkarı var. Biz adətən problemlərimizi öyrəşmişik kənarda axtaraq, kənar faktorlarda. Bizim problemlərimizin cəmi 3 səbəbi var. 1. Vicdanımız, belə bir eybəcər də olsa parafraz var. Tüpür vicdanına xoşbəxt ol. 2. Canımızın sağlam olmağı. Yəni canın sağlam olmasa heç bir problem sənin vecivə deyil. Canın sağlamdır, mübarizə apara bilirsən ki, hansısa problemi aşırtmaq, aradan qaldırmağa çalışırsan. Və 3. Ən əsası intellekt. Sənin problemlərinin bir nömrəli səbəbkarı sənin intellektindir. Nə qədər ağıllısansa, nə qədər dərrakəlisənsə, düzdür, ağıl və dərrakə nisbi ölçülən bir şeydir. Gəl razılaş ki, sən debil olsun, imbesil olsun, geri zəkalı olsun, o şeyləri görməyəcəksən. Heç vecivə də olmayacaq. Sənin bütün problemlərinin cəmi 3 səbəbi var. 1. Vicdanın. 2. Canımın sağlamlığı. 3. Ağlın, dərrakün. Və bu 3 faktorun 3'ün də anadan gəlmə olaraq Zavatskoy ştamp kimi yaradan sənin ruhuna vırıb bu möhürü. Ya sən Allaha üsyan eləməlisən ki, niyə məni vicdanlı, sağlam, ağıllı yaratmalısan, ya da şükür eləyib öz rolunu oynamağa, mübarizəvi aparmağa davam eləməlisən. Bu qədər həvəsdən düşməyin. Yəni, məncə bu 3 faktor mübarizə aparmağa, mübarizəni davam eləməyə həyat adlı oyunda gözəl bir stimuldur və mübarizə aparmağa dəyər.